xeyir olsun əziz və dəyərli izləyicilərimiz. Saatlarımız hər zaman kimi 16:00 göstərirsə, bu o deməkdir ki, həftə sonlarının ən baxılan və ən reytingli tibbi layihəsi olan Gümrah Həyat Mən Gülnar Təhlillərinin təqdimatında bugün də sizlərin qarşısındayıq və proqramımız yaxın bir saat ərzində canlı yayımlanacaq. Bu o deməkdir ki, dəyərli izləyicilərimiz, orqanizmimizin əsas orqanlarının və ən əsası həyati vacib orqanımız olan orqanizmin filtrasiyası hesab olunan börəklərimizdən danışacağıq. Dəyərli izləyicilərimiz, börəklərinizlə bağlı hər hansısa bir şikayətiniz varsa, özünüzdə, ailə üzvlərinizdə ki, inşallah olmasın, amma günümüzdə bu qədər problemlərin kəskin olduğu bir dönəmdə ən çox vacib olan məqamlardan biri də maariflənmədir. Çünki nə qədər çox maarifli olsaq, bir o qədər silahlı olmağımız deməkdir ki, yaxın bir saat ərzində ölkə üzrə ən tələbatlı nefroloqdan maariflənməyə çalışacağıq. Dəyərli izləyiciniz, odur ki, siz də yaxınlarınızda, qohumlarınızda, tanış bilişinizdə, eyni zamanda qonum-qonşuda kimlər varsa sevdiyiniz insanlara deyin ki, MTV-yə köklənsinlər. Çünki canlı yayıma qoşulmaq üçün qaynar xəttimiz sizlərin qulluğunuzdadır ki, şəhər telefonlarına, yəni 012 404 84 73 canlı efirə qoşulmaq üçün qaynar xəttimiz sizlərin xidmətinizdədir. Börəklərlə bağlı ürəyiniz hardan istəsə suallarınızı ünvanlaya bilərsiniz ki, siz də belə deyim, yaxın zamanda əgər analizlərinizi vermişsinizsə, rahatlıqla canlı efirə qoşularaq suallarınızı ünvanlayıb müraciətinizi eləyə bilərsiniz. Artıq günlərdir anonslardan gördüyümüz üzrə qeyd etdiyimiz kimi ölkə üzrə ən tələbatlı nefroloq və dəqiq diaqnostikası qısa müddətdə olan effektiv müalicələri əsasında hər birimizin rəğbətini qazanmış olan Mahmudov Börək Mərkəzinin təsisçi rəhbəri, həkim nefroloqumuz, dəyərli dostumuz Rəşid doktor Mahmudov studiyamızın özəl qonağıdır. Xoş gəlmisiniz. Təşəkkür edirəm. Hər vaxtınız xeyir. Salamlayıram sizi. Bilirəm ki, region səfərindən gəlirsiniz. Salyan klinikasındayıq. Salyandaydıq, Aran klinikasındaydıq. Ona görə necə keçdi? Biraz şükür yaxşı keçdim. Nələri müşahidə elədiniz? Salamlayıram mən bir daha. Demək olar ki, eyni diaqnozlar, sidikdə züval problemləri, böyrək çatışmazlığı, hətta sidiyə tez-tez getmələr problemi, xüsusilə cavan insanlarda prostatla bağlı problemlər. Bunlar daha çox qabarıq şəkildə görsənilir bu günlərim. Yəni, baxırsan, yaş az, 38-40 yaşlı insanlarda prostat problemləri o dərəcədə qabarıq, sanki elə bil 60 yaşı var. Yəni, özünü görməsən, müayinəsinə baxsan, deyərsən, onun bir 55-60 yaşı var. O dərəcədə problemlər görsənilir, iltihabı problemlər daha çox rast gəlindir. Börək daşları, börək çatışmazlığı problemləri, yəni bu dəqiqə ən aktual mövzuda olaraq qalır. Elə bax, region səfərinizdən Salyan klinikasındandır, düzdürmü? Salyanda Aran klinikasından. Salyanda Aran klinikasından. Mən Sabirabada ağlım getdi, doktor Sabirabad rayonu Sabirabad klinikasına ağlım getdi. Sabirabadda yerləşən Aran klinikasından bugün qəbullardan gəlir doktorumuz. Elə region səfərlərindən söz düşmüşkən, inşallah önümüzdəki günlərdəki region səfərlərindən bağlı sizlərə məlumat vermək istəyirəm. Dəyərli izləyəcəyimiz, inşallah yaxın günlərdə, yəni 4 aprel tarixində səhər saat 9-dan 11-ə qədər Goranboy rayonunda yerləşən MedLife klinikasında doktorumuz pasientlərindən qəbul edəcək. 4 aprel tarixində, yəni həmin gün saat 11-dən axşam sonuncu pasiyentə qədər Gəncə şəhərində yerləşən Vest klinikasında, 5 aprel tarixində Bərdə rayonunda Qarabağ klinikasında, 6 aprel tarixində Mingəçevir şəhəri Grand River klinikası və 13 aprel tarixində Lənkəran şəhərində yerləşən Monomed tibb mərkəzində səhər saatlarından sonuncu pasiyentə qədər bütün börək xəstəliklərlə bağlı rahatlıqla müraciət edə bilərsiniz ki, yanaşı olaraq bunu mütləq qeyd edelim. Dəyərli izləyəcəyiniz, əgər yaxın zamanlarda börəklərinizlə bağlı sidyə analizi və yaxud da UZI ultrases müayinəsindən keçmişsinizsə 050-055 536 33 23 bizim əlaqə nömrəmizdir. Bu nömrənin WhatsApp-ı da var ki, WhatsApp üzərindən rahatlıqla bizə yazıb suallarınızı ünvanlayıb analizlərinizin kağızlarını göndərə bilərsiniz, şəkillərini və rahatlıqla doğru diaqnostika ilə siz də ən qısa zamanda börəklərinizdəki olan problemləri kənara qoya biləcəksiniz. Bugün çalışacağım ki, zənglərimiz var, qoşmağa çalışacağıq. Həmin o sualları redaktorumuz səsləndirsin mənə. Mən də o sualları səsləndirəcəm izləyicilərimizin ünvanlandırdığı sualları ki, bu xüsusda sizdən istəyəcəm soruşum, doktor. Bacardığım qədər az verilən və çox aktual xarakter daşıyan sualları istəyəcəm danışaq. Hansı ki, gündəlik, hansı kiçik vərdişlər ilə börəklərimizə böyük zərərlər vururuq və biz bunu bilmirik. Xəbərimiz olmur ki, bu kiçik vərdişlər bizim börəklərimizə bu qədər vacib zərbə vura bilər və yanaşı olaraq da elə bir həyati vacib orqanımız var ki, məsələn, qaraciyər səhv eləmirəmsə, öz-özünü bərpa eləyə bilən bir orqan kimi sayılır da. Börəyin öz-özünü bərpası... Demək olar ki, bütün orqanlar, məsələn, bağırsağı kəsirsən, 4 metr, 5 metr, hətta mədənin özü bərpa eləyə bilir. Amma börəyin bərpa olunması əsası mümkün deyil. Yəni, dəyişməz, hətta dəyişirsən də belə həmən kimi olmur. Bax, o aktual vərdişlərdən biri mən bu günlərim çox rast gəldim. Xüsusən də cavan xanımlar, 18 yaş, 20 yaş, 17 yaşında xanımlar maye qəbulləmək istəmirlər. Sonra sual verirsən, deyir, mən vərdiş eləmişəm günə 2 stəkan suya. Amma bu nədən şikayət edir? Niyə mən tərləmirəm? Niyə mənim sidiyim az gəlir? Niyə məndə hesab edin ki, elə xəstələri müayinə olunanda, məsələn, nə qədər su içizdirirsən,
o qədər vərdiş psixoloji pozuntuya gətirib çıxardıb ki, yəni normalda insan bir 4 stəkan su içəndən sonra bir 15-20 dəqiqəyə müəyyən bir miqdarda sidik olmalıdır da. Yəni hətta saatlarla da gözləyirsən, elə insanlarda sidik əmələ gəlmir. Və sual verəndə də deyir ki, sudan, yəni suyu elə içə bilmirəm, ürəyim bulanır. Müəyyən dadlandırıcılar var. Adi məsələn, limon əlavə edib suya, bir neçə damcı ki, yəni o daha gözəl effekt verir. Bəli, içmək olar və ya başqa digər təbii vasitələrdən istifadə edib içmək olar. Bu ən axmaq vərdişdir. Çünki təkcə suyun az qəbul olunması böyrək probleminə gətirmir. Zamanında qan qatlaşmasına, bədəndə xolesterin, lipid, triqliserid yüksəlməsinə. Bu da bir müddət davam eləyərsə, artıq şəkərli diabet, təzyiq problemləri, ürək, böyrək, beyin qan dövranı problemləri gətirib çıxarda bilir. Yəni bu, belə deyək, ən aktual vərdişdir. Bir dənə aktual vərdiş var, su içirsən, yox, və nə içirsən? Mineral sular var, qazlı. Qazlı. Qazsız da yox. Qazlı sulara mən artıq alüdəçiyəm, artıq öyrənmişəm. Mən də əvvəl içirdim, sizə qarşı. Artıq, yəni o qazlı sular, bilsiz, içmək olar müalicəvi cəhətdən bir neçə gün, da ömür boyunu içmək olmaz. Elə limon da qatırdım. O əslində, yəni yaxşı bir şey deyil o, uzun müddətsə. Onu içə bilərsiniz, müəyyən müalicə, məsələn, mədə bağırsaq üçün istifadə olunan adların çəkilmiş sular var. Bəli, otaq temperaturları heç vaxt soyuq qəbul olunmur. Çünki müalicəvi sulardır, mineralla zəngindirlər. Onu bəli, müəyyən müddət, daha ömür boyu su əvəzinə içmək də məsləhət deyil. Onları qəbul. Sonra ən, belə deyək, pis vərdişlərdən biri də bəhanə var. Mənim işim oturaqdır və ya mən uzun müddətdir saatlarla yol gedən, yüksək, yəni hündür maşınlar, avtomobil idarə edirəm. Bir də görürsünüz, bir istiqamətə 2400 kilometr yol sürürəm. Hesab eləyəndə çox böyük bir kilometrdir. Amma hərəkətim ona baxanda yoxdur. Niyə hərəkətin yoxdur? Əslində hərəkətlənmək olar. Niyə başqa sürücülər deyir ki, günə 7 kilometr gəzinir? Hətta səndən də çox bəzən o əyləşir, yəni sükan arxasında. Amma hərəkət var. Niyə? Bilir ki, eşidir radiodan, televiziyadan, sosial şəbəkə vasitəsilə hərəkətsiz qalmaq insan orqanizmində durğunluğa gətirib çıxarda bilir. Bəzən də belə bir vərdiş də var. Əslində vərdişlər çoxdur. Mən üçün dördünü deyim ki, yəni aktual. Mən deyir, nə olsun hərəkət eləmir, amma suyumu çox qəbul edirəm. Yəni durğunluq vəziyyətində, hərəkətsiz vəziyyətdə müəyyən çox qəbul eləmək bir müddətdən sonra bəli, ödemlər yarada bilir. Doktor, ümumiyyətlə, börəkləri sıradan çıxardan, yəni hansı ki, börək çatışmazlığı, görümüzdə o da çox gəncləşib, çox təəssüflər olsun. Börəkləri sıradan çıxardan az bilinən və yaxud da gözlənilməz təsirlərdən istəyəcəm soruşum sizdən. Birinci növbədə, bu sudan əlavə. Birinci növbədə börəyi sağlam saxlamaq istəyirsənsə və ya börəyi məhv eləmək istəyirsənsə, daha doğrusu onu deyək ki, börəyi, yəni ömrünü azaltmaq istəyirsə, spirtli içkilər, qazlı içkilər hər zaman qəbul elə. Börək sıradan çıxacaq bu vəziyyətdə. İkinci növbədə hərəkət sistemi. Yəni mayeləri qoyuram bir qırağa, hərəkət sistemi. Üçüncü növbədə çox adam onun adətən mədə, bağırsaq, qaraciyər, mədə-altı və öd yollarına əlaqəli. Amma dolayısı olsa da uzun müddət quru qızartma yeməklərdən istifadə edən, o keyfiyyətsiz yağlardan istifadə edən insanlar var ki, bunların günü munsuz keçmir. Səhər quru, günorta quru yemək, axşam quru yemək, bunlar da bir müddət sonra əlbəttə ki, müəyyən göstəriciləri qaldırandan sonra artıq börəkdə də fəsad yarada bilər. Sonra mən keçən dəfə bir özümün bilirsiniz veriliş aparıram mən hər həftənin 3-cü günü. Həm də həmkarlıq edirsiniz. Bəli. Ondan qabaq bir 2 gün, birinci, ikinci gün ötsə, keçən həftə bölgələrdə bir saatlı Sabirabad imişli zonalarında oldu. Deməli, insanlar nəyi bilmirlər? Bilirlər, bəlkə də o bir bəhanədirmi deyim, nəsə bir sözdürmü deyirlər. Uzun ildir şəkərli diabeti var, börək çatışmazlığı yaranır. Və bu insanın özünə deyirsən ki, şəkərli diabet fonunda yaranan nefropatiya, börək çatışmazlığıdır. Sənin 15 şəkəri var. Deyir, nətər ola bilər? Nədən əmələ gələ bilər bu? Nə olsun mənim şəkərli diabetim var, mən onu 150-160-da saxlayıram. Nə olsun, sən saxlayırsan? Fakt bu xəstəliklə sən bir ömür yaşayacaqsan. Artıq mən həmişə verilişdə deyirəm, özünüz də bilirsiniz, şəkər həyat tərzidir, şəkərli diabeti, o xəstəlik sayılmır artıq. Təzyiqin özü də. Yəni, elə insan yoxdur ki, onda bunlardan biri olmasın. Olmayacaqsa da irsiyyətində olub, gələcəkdə bunu gözləyə bilər. Amma şəkərli diabetim var, mən onu həmişə normada saxlayıram, dərmanımı qəbul edirəm, iynəsini vaxtı istifadə edirəm. Qidama fikir verirəm deyə, bu demək deyil ki, sənin orqanizmin saat kimi işləyəcək və nə vaxtsa börək problemi olmayacaq. Bəli, insanlar var. Məsələn, bizim xəstələrimiz var ki, 1982-83-cü illərdən
şəkərli diabetdir. Amma bu adam özünü necə saxlayır? Günə 10 km, bu adam bu dəqiqə Gəzir hər 75 yaşı var, günə 10 kilometr hərəkət edir. Hər şey qidalanmır. Maiyəni məsləhətlə, yəni həkim məsləhəti ilə orqanizmə uyğun, tələbata uyğun qəbul edir. Ona görə də böbrəyində bir problem də yoxdur. Mən istəyirəm izləyicilərimizə yavaş-yavaş qoşaq. Öz suallarım da var, izləyici sualları da var. Dünən paylaşdığım qədərlə sosial şəbəkədə izləyici suallarımız var. Amma qeyd eləmək istəyirəm ki, dəyərli izləyicilər, canlı efirə qoşulmağa səbir çatmayan izləyəcəyimiz 050-055 hər iki mobil operatorlardan 536-33-23 bizim əlaqə nömrəmizdir. WhatsApp-a da yaza bilərsiniz, əlaqə də saxlaya bilərsiniz və rahatlıqla suallarınızı ünvanlayıb qəbullardan qeyddən keçə bilərsiniz. Region səfərlərimizlə bağlı elanlarımız aşağıda yazılır. Mütəmadi dəyərli efir rejissorumuz Sənan bəy hər birini peşəkərcəsinə həyata keçirdir. Amma qeyd eləmək istəyirəm ki, zəngimizdən sonra mən şifaya qeyd edəcəm region səfərlərimizi. Ona qədərsə Mehman bəyin maraqlı sualını eşidək. Hər vaxtınız xeyir olsun Mehman bəy. Vaxtınız xeyir. Efirdəsiz, xoş eşitdik, buyurun. Məndə bir börəkdir, məsləhət almaq istəyirdim ki, mən necə onu qoruyum. Biri törəmə çıxmışdı, kəsilib. Nefroblastom olub yəqin. Aha. Neçə yaşınız var? Sol börəgim törəməyə görə tamam kəsilib götürüldü. Yaş neçədir? 60 yaşım var. 100 yaş. 60 millimetr idi. 60 millimetr idi. Həkim dedi ki, böyükdür. Bunu müalicə eləmək mümkün deyil. Yanaşı xəstəlikləriniz var? Yəni şəkər, təzyiq? Yox, təzyiq olur. Həmişə belə güclü təzyiqim olmur. Yəni börəyin göstəriciləri sağlamdır da, yəni yoxlayırsınız, sağlamdır. Yəqin ki, onlar özləri yoxlayıblar ki, onu məsləhət ediblər ki, bu börəkdən yaşaya biləcək də. Mən məsləhət almaq istəyirəm ki, mən nə içim, nə yiyim ki, bu börəklə mən bir müddət yaşaya bilim. Aydındır. Siz ən gözəli bugün efirimizi izləyin. O məsləhətləri almaq üçün bizim efirimizi izləyin. Biz bacardığımız qədər eləyən dəqiqələrdə qeyd edəcəyik. Zəng eləyirlər, məsələn soruşurlar. Hesab eləyin ki, mən hər zaman insanı ayırmıram, cavab verirəm. Amma bunu əməliyyat edən həkim var ha. Bir börəyini götürüb də, o biri börəyin sağlam qalması üçün buna xəstəyə məsləhətlər vermək lazım. Nəyə qidalanması, nəyə. Bu birinci növbədə kişi xeylaqları. Yaş 60-da bir börəksə, bəli, prostatından müğayət olmalıdır. Prostat vəzi böyüməməlidir. Sidikdə də sidik qalıq qalmamalıdır ki, geri iltihablaşmasın. Bunun üçün nə eləmək lazımdır? Maye qəbulu normal, hərəkət normal. Mən onu desəm ki, börək, tək börək üçün nələr eləmək lazımdır? Gələm də verilişin axırına kimi ondan danışam mən. Qısa konkret bir dənə onu bilin ki, tək börək insanlar maksimal dərəcədə virus infeksiyalarına uzaq olmalıdırlar. Su yükləməsi yaxşı bir şey deyil. Orqanizmə nədirsə ki, ona uyğun su içilməlidir. Prostat vəzini qorumaq lazımdır. Adenoma, hiperplaziya olmasın. Sidik sən divar qalınlaşmamalı. Bu hamısı qəlb iltihabı səbəbdən. Yəni aktiv həyat keçirmək lazım. Hərəkətdə öz yerində olmalı. Dəyərli izləyicilərimiz, qeyd eləmək istəyirəm. Şəhər telefonları vasitəsindən 404-84-73 verilişə qoşulmaq üçün və şəxsən doktorumuza suallarınızı ünvanlamaq üçün əlaqə nömrəmizdir. Amma bütün suallarınızı canlı efirdən sonra da əlaqə nömrəmizi 050-055 mobil operatorlardan 536-33-23 bizim əlaqə nömrələrimizi, daha doğrusu doktorumuzun əlaqə nömrəsidir. Canlı efirə qoşula bilməyənlər, qara xəttə qoşula bilməyənlər birbaşa doktorumuzla əlaqə saxlaya bilərlər. Börəklər ümumiyyətlə çox həssas bir məqamdır. Dünən sıra gün biz elə bir haşədən kənara çıxım. Dünən sıra gün iftar süfrəsində əyləşmişdik. Allah tutan oruçları qəbul etsin. Sabah da bu arada Ramazan bayramıdır. Allah hər biri kəsin duasını qəbul etsin. Siz başda olmaqla bütün xalqımızı təbrik edirəm. Sabah təbrikləşəcəyik inşallah. Ki bu xüsusda dünən sıra gün dediyim kimi xanımlarla bir arada, həkimlərlə bir arada əyləşmişdik. Bizim əhatəmiz ancaq həkimlərdir də sağlamlıqla bağlı və həqiqətən mənim üçün çox böyük şərəfdir ki, mənim tövsiyə elədiyim həkim üçün bu qədər gözəl sözlər gəlir. Doktor Fidan xanım yadınıza gəlir, bizim stomatoloqumuz, onun bir qohumu gəlmişdi sizin yanınıza. Deyir ki, mən hara getdim, börək daşından məni qurtula bilmədim. Rəşid doktorun müalicəsi sayəsində bir neçə günə o daş düşmüşdü. 4 günə düşdü daş. 4 günə, bir neçə günə, hansı ki illərdir o daş ona qanaxma da verirdi, necə ağrıdırdı da. Mən o qədər ürəyim sevindi həqiqətən. Çünki bir insana, yəni siz məni təsdiqləyirsiniz, yəqin bunu aparıcılar, bəlkə də o məsuliyyəti işini mükəmməl görməyə çalışan aparıcılar, bəlkə də o sözümü başa düşərlər ki, mən həmişə bunu deyirəm, bir insana həkim tövsiyə eləmək, yəni sağlamlıqla bağlı tövsiyə eləmək çox çətin və məsuliyyətli bir işdir. Çünki sağlamlıq bizim həyatda belə əlimizdə olan ən müqəddəs
belə deyim də, bir mövzudur, bir məqamdır ki, şəxsi bir-iki nəfərə tövsiyə eləmək məsuliyyətli qaldı ki, milyonların qarşısında bir siləparıcı kimi bir həkim tövsiyə eləmək. Doktorumuzu mən hər zaman istər televiziya məkanlarında, istər şəxsi belə tanışlıqlarımızda hər zaman sevərək tövsiyə edirəm. Çünki həqiqətən də ölkə üzrə ən tələbatlı və ən işini peşəkarcasına görən insanlardan biridir ki, bunu illərdir, artıq mən 10 ildən çox doktorumuzu tanıyıram. Bu illər o dediyim sözləri təsdiqləyib, siz də rahatlıqla böyrək xəstəliklərlə bağlı, ürəyiniz haradan sizin suallarınızı ünvanlaya bilərsiniz və böyrək xəstəliklərlə bağlı rahatlıqla doktorumuza, Rəşid doktor Mahmudova müraciət edə bilərsiniz ki, bizim Mahmudova böyrək mərkəzimiz, hansı ki Mediplus klinikasının tərkibində yerləşən bizim şöbəmiz hər zaman sizlərin xidmətinizdədir. Amma region səfərlərlə bağlı sizlərə məlumat verirəm ki, əgər paytaxtdan yox, regionlardan bizi izləyirsinizsə, paytaxtda Mahmudova böyrək mərkəzinə gələ bilmirsinizsə, bizim sizin yanınıza gələcəyimiz günlərdən yararlanın, hansı ki inşallah biz Goranboyda olacağıq 4 aprel tarixində səhər saatlarından saat 11-12-yə qədər Goranboyda yerləşən Medlife klinikasında, 4 apreldə 11-dən 12-dən sonra inşallah Gəncədə yerləşən Vest klinikasında, 5 apreldə Bərdə rayonunda yerləşən Qarabağ klinikasında, 6 apreldə Mingəçevir şəhəri Grand River klinikası və 13 aprel tarixində dəyərli Cənubda olacağıq ki, Cənubdan biz izləyən izləyicilərimiz nəinki Lənkəran şəhərində, eyni zamanda Masallı, Lerik, Astara, yəni Cənubdan biz izləyənlər rahatlıqla Lənkəranda yerləşən Monomed tibb mərkəzinə 13 aprel tarixində qəbullara yazıla bilərsiniz. Səhər saatlarından sonuncu pasiyentə qədər qeydiyyatdan keçməyiniz mütləq tövsiyə olunur. 050-055 536 33 20 qeydiyyatdan keçmək üçün bizim əlaqə nömrələrimizdir. Biz bayaq böyrək xəstəliklərindən danışdıq, yaranma səbəblərindən danışdıq. Mən bir də üzr istəyirəm siz. Mən inşallah aprel ayının axırlarında Naxçıvanda gedəcəm. Mart ayında gedə bilmədik, bayramlarla qədər, bəli. Amma Mart ayında hansı gündə hələ dəqiq deyil, amma nömrəli əlaqə saxlasınlar. Naxçıvan Muxtar Respublikasında çoxdur böyrək problemi olan. Çünki birinci orada, bəli, yodla bağlı problem var deyə, qalxanvari və zob problemlər daha çoxdur. Ona dolayı ondan əlbəttə ki, böyrək həm özü hormonal olaraq, həm də qəbul olunan dərmanlar böyrəyə mənfi təsir edə bilir. İzləsinlər aprel ayının sonlarında hansı gündürsə, indi növbəti sizin verilişdə də onu deyəlim. Yəni aprel ayının sonları Naxçıvana inşallah gələcək. İnşallah Naxçıvana izləyən izləyəcəyimiz mütləq doktorumuzun sosial şəbəkəsini də izləməyə alın ki, oradan mütəmadi rayon səfərlərindən agah olmuş, maariflənmiş olasınız. Doktor, börəkləri sürətli məhv eləyən qeyri-böyrək xəstəlikləri hansılardır? Fon xəstəliklər deyilir. Birinci növbədə şəkərli diabet təzyiq, bu birincidir. İkinci növbədə əgər bir insanın ağciyərində hər hansı bir problem olarsa, vərəm mənşəli problem, pnevmoniya mənşəli problem olarsa, bunlar da təsir eləyə bilir. Mədə-bağırsaq problemləri olarsa, xüsusən də uzun illər yaşanan yara-xora problemləri böyrəyə təsir. Məsələn, çox adam sual verir ki, yaran-xoranın böyrəyə nə dəxli var? Yara-xora bir qanaxma verir və xəstədə qan itirmə, qan faizinin azalması və bəzən də mədə-bağırsaq qanaxmasından sonra böyrək çatışmazlığı yarana bilir. Ona görə bundan mütləq ehtiyatlı olmaq lazımdır və bir də oynaqlarda yaranan problemlər fonunda da yaranır. Xüsusən siit turşusu miqdarı qalxanda podagra əmələ gəlir ki, bədəndə siit turşusu ləngiyir və o ləngilsə artıq böyrəklər çöküntü verir və podagrik nefropatiya deyirlər, böyrək çatışmazlığı yarana bilir. Yəni belə orqanlarda problemlər çoxdur. Hansı bütün orqanların təsiri, xüsusən də məsələn ürəyin işemik xəstəliyi keçirilib infarkt əlaməti. Ürək çatışmazlığı fonu yaranır, bəli, qanı qova bilmir, böyrək fəaliyyətində pozulma olur. Bütün ürək çatışmazlığı xəstələnməyən fonunda sonra böyrək problemi yarana bilir. Bəs böyrək xəstəliklərindən qadın və ya kişi sonsuzluğu yarana bilərmi, təsir göstərə bilər? Ümumiyyətlə, böyrək çatışmazlığı mən çox nadir hallarda rast gəlmişəm, çünki elə bir müraciət olmur, o andrologiya sahəsidir. O, əgər faiz problemi aşağı olarsa, böyrəklərin müayinəsində çatışmazlıq çıxan xəstələr olur. Həddən artıq zülal itkisi olan xəstələr olur ki, məsələn, aşırı da zülal itilə bədəndə albumin zülalın miqdarı aşağı olur da bütün zülaldan ibarət olan bir şeydir. Bunun fonunda uzun illər davam eləyərsə, bəli, yarana bilər. Bəs sidik yolları infeksiyası bəzi hallarda qeyd edirsiniz ki, böyrəklərə qalxan yolla bəli, bəli. Bunun geri dönməz yolu varmı? Sidik hissəsini baxar hansı vəziyyətdə xəstə gəlir. Məsələn, əgər bugün bir xəstə müayinə elədik, yaşı 67-68 yaşı var, sidik hissənin divarın qalanı 8.5-dir. Yəni qalındır. Çox qalındır. 2 dəfədən də artıqdır hətta. Və sual versən uzun illərdir bu problemdən əziyyət çəkir. Amma
Hələ ki, böyrək fəaliyyəti normaldır. Niyə? Maye qəbulu var, hərəkəti var. Amma insanlar da var ki, böyle, əlbəttə ki, sidiklərin gələndə bədənin temperaturu yüksək olaraq buxarlanır və o buxarın içində hər şey ola bilir. Və zamanla sidiyə xarlarına, sonra böyrəyə zamanla zədələyə bilir. Doktor, kişilərdə ki, bayaq prostatlardan danışdıq, prostat səsi problemindən danışdıq ki, bəylərdə ümumiyyətlə demək olar ki, hər iki bəyin birində prostat problemi var. Hətta deyərdik ki, cavan insanlara. Elə cavanda da 40 yaş, 38 yaş. Hətta mən xəstənin özünə sual verirəm ki, yəni bu nə yaşdır ki, bunda artıq bu prostat problemi var? Bəs bax, bəzi hallarda bəylər prostat problemlərindən böyrək problemlərini səhv salırlar. Böyrəklərim ağrıyır deyib gələnlər də çox olur. Ondan əlavə ən çox rast gələnləri sidiyə tez-tez gedirlər. Gecələr sidiyə duranlar. Gecələrdə dururlar. Həm də sidiyə tez-tez bir stəkan su üstündə 3 dəfə, 4 dəfə sidiyə gedirlər. Gedəndə normal boşalma olmur. Bunu böyrəklə səhv salırlar. Bəli, bunda böyrək problemi ola bilər, amma proses qaynaqlanır. Kişilərdə prostat və ya sidik hissəsi problemi, qadınlarda da ən çox gördüyüm düzdür, şaxlı yolu problemlərdən də ola bilər, müəyyən şişlər ola bilər, müəyyən başqa problemlər ola bilər, daralmalar gətirib çıxardır bu kanalda. Sidik hissəsinin divar qalınlığı daha çox qadınlarda rast gəlir və sidik az-az tez-tez gedir, böyrəyindən şübhələnir. Elə siz deyən ağrı, böyrək ağrısından gəlir, müayinə ilə böyrəyə bir şey yox, bel olmaza protruziya, sürüşmə çıxır, yırtıq əla, qrija deyirlər, yırtıq çıxır və onun artıq üstünə düşüb müxtəlif fizioterapevtik yollarla dərman müalicələ, iynə müalicəsini edir və görür ki, artıq ağrılar kəsir. Qadınlarda da təbii doğuşdan sonra və yaxud da kökəli barıqlamadan sonra irəli yaş dövründə sidik qaçma problemləri də baş verir də. Bu xüsusda istəyirəm sizdən soruşum, qadınlarda sidik qaçma problemi və böyrək xəstəlikləri arasındakı hansı bir bağlılıq varmı? O sidik qaçırma, yoxsa ginekoloji mən ona vaxt ayırmaq istəmirəm, o mənim sahəm deyil, o birbaşa ginekoloji sahəsidir. Amma əminəm sizə də müraciətlər olurdu, elə buradan kütləvi cavablandırırıq. Ya elə olur ki, məsələn, xəstə dəfələrlə gəlib gedir, iltihab təmizlənir, amma şikayəti keçmir. Və artıq məsləhətli ginekoloq görür ki, deyir, bax filan uroginekoloqlara müraciət eləyin və o sallanmanın aradan qalması, onda yalnız əməliyyatdır da. Doktor, mən düşünürəm ki, daş problemi artıq bu bölgə tanımır da. Böyrək daşları problemi çox aktual xarakter daşıyır. Bayaq bir statistika deyirdik, amma statistika bunu göstərir ki, böyrək daşları da statistik dəyərləndirmələrdə çox yüksək yerdə dayanır. Bəli, bütün uroloji xəstəliklərin 20-30%-ni təşkil edir. Hələ bu statistika bəlkə 20 ilin statistikası, indi daha çoxdur. Rəsmi statistikadır. Ekstra burada qeyri-rəsmi statistikanı da alsaq, daha çox ola bilər. Eynən sözünüzə qüvvət. Böyrək daşlarını yaradan ən təhlükəli qida və içki növləri hansılardır? Bu qədərdir ki, hansı bilsin deyil. Əsas vacibləri? Yəni, bir onu deyim ki, mən keçən verilişdə də dedim və yenə deyirəm ki, ümumiyyətlə insanların bizim ölkədə istədiyi sular var ki, hansı ki, alıb içirlər o sular. Yəni, en qədər su var da, deyək bir 100 dənə adda su var, əlbəttə də çoxdur. Yəni, bu qədər suların içində cəmi 2 dənə, 3 dənə bizim orqanizmə xeyir eləyəm. Qalanlar hamısı böyrəklər üçün təhlükəli sudur, bir. İkinci növbədə, böyrək daşların yaranmasında oturaq həyat, hətta suyu alırsansa da belə keyfiyyətli, bol qəbul eləmirsən, bu infeksiyon xəstəliklər, spirtli içkilər, energetik içkilər, bunlar hamısı böyrəkdə daşın əmələ gəlməsinə gətirib çıxardan bir amillərdir. Elə mən təzyiq problemi demirəm, onda istifadə olunan dərmanlar, şəkərli diabet, onda istifadə dərmanlar. Hətta prostat iltihabı fonunda, yəni nə mənada deyim, prostat, yəni əgər insanın adenoması varsa, müəyyən bir 45-50 yaşdan sonra və ya hiperplaziyası varsa, prostat böyüyübsə və sidik axını normal deyilsə, sidik hissədə sidik normal qalırsa və geri buxarlanırsa, bu da iltihab fonunda daş yarada bilir. Hətta böyrək çatışmazlığına qədər gətirib çıxarda bilir. Yəni bu hesab, yəni qidalanma da əsas önəmli rol oynayır. Əgər sən uzun müddət quru və qızartma qidalardan istifadə eləyəcəksənsə, aşırı dərəcədə duzlu və o çorabalar deyirlər, turşulardan istifadə eləyəcəksənsə, əlbəttə ki, düzdür, bunun insan-insana fərq var. İnsan var ki, əgər bütün ömür boyu duzlu qida istifadə edir, amma o dərəcədə bir daş yox. Adam var, heç istifadə eləmir, əmələ gəlir. Bu irsi meyilli insanın özünün genetikasından asılı olan bir şeydir. Dəyərli izləyicimiz, mən daşlarla bağlı növbəti sualımı səsləndirəcəm, amma siz ona qədər qeyd edeyim ki, 012 şəhər telefonları vasitəsilə 404 84 73 canlı efirə qoşulmaq üçün qaynaq xəttimizdir. Az öncəki bizim danışdığımız əsnada gələn suallarınızı redaktorumuz qeyd elədi, mənə indi birazdan yazacaq və mən də həmin sualları səsləndirəcəm bizim doktorumuza, amma siz ona qədər qeyd edeyim ki, 012 şəhər telefonları 404 84 73 canlı efirə qoşulmaq üçün qaynaq xəttimizdir. Rahatlıqla canlı efirə qoşulun və suallarınızı doktorumuza ünvanlayın. Bu bir fürsətdir. Özünüz və doğmalarınızla bağlı böyrək xəstəlikləri, ürəyiniz hansı mövzudan istəsəniz rahatlıqla canlı efirə qoşularaq böyrəklərinizi əmin əllərə etibar eləyə bilərsiniz. Böyrək daşlarının müalicəsində istəyəcəm danışaq. Hansı ki, medikamentoz dərman, yəni cərrahi müdaxiləsiz, dərmanlarla bunun sağalması nə qədər ehtimaldadır? Birinci növbədə bax, daşla çox sual verirlər. Mən hər axşamlar
saat 10-dan 11-ə bəli, canlı yayımda oluram və çox suallar cavablandırılır. Amma orada ən çox gələn sual nədir? Mənim bövrəyimdə 5 milli kristal var. Bunu necə sala bilərəm? Xırda bir şeyi, yəni 5 milli çox xırda bir şeydir. Amma o demək deyil ki, o problem yaratmaz, yaradacaq. Yarada da bilər. Baxır sənin həyat tərzindən. Amma 5 milli, 6 milli, 3 milli kristalı hər hansı bir müalicə ilə, əgər CD analizinin iltihabı yoxdursa və böbrəkdə hədsiz dərəcədə çox deyilsə, 1-2 dənə, 3 dənə yerdəcə və iltihabı yox, təmizsə CD analizi, böbrək təmiz sadəcə bir kristalı var, düzdür, o çox nadir hallarda olur, amma yenə də olur. Bunu uzun müddət maye qəbul edib, aktiv hərəkət, yürüyüş eləməklə, gün ərzində 5-7 min addımla sən bunu bədəndən xaric eləyə bilərsən, amma gərək ağzını bağlayasan, normal qidalar qəbul eləyəsən. Məsələn, daşın əmələ gəlmə səbəbini bilmək istəyirlər. Çox vaxt mən efirdə deyirəm və bəzən efirdən çıxıram, görürəm, səhər daş götürüb gəlirlər, əkilməyə. Bəli, daşın sırf yaranmasının ən gözəl variantı əkilmədir. Əkiləndən sonra çıxır. Silit turşusu tərkibi daşlardır, yəni yoxsa oksalat, kalsium, fosfor tərkibi daşlardır. Yəni hansı tərkibli daşlarsa ona uyğun qidalanma var. Məsələn, əgər silit turşu daşın tərkibində çoxdursa, onu yeməyəsən. Ət və ət məhsullardan istifadə eləməyəsən gərək. İstər müalicə al, ya almadın. Fərq elə. Müalicə alacaqsa daş kimi yenə əmələ gələcək. Yəni əmələ gələcək. Bəli, bizim neçə dənə xəstə, hətta uzaq Naxçıvan zonasından da gələn insanlarımız var. Cavan insan xidmətdədirlər, bu dəqiqə soyuq yerdədirlər. Və daşın əkilməsini eləyəndən sonra görmüşük ki, o qidalardan uzaq olub və hal-hazırda xəstə bir ildir daşdan əziyyət çəkir. Mənə ümumiyyətlə o qədər maraqlı idi doktor bu sualın cavabı. Nəyə görə? Çünki mən çox eşidirəm ki, daş düşdü, yenidən yarandı, daş düşdü, yenidən yarandı. Bax, yenidən yaranmaması üçün doktorumuzun dediyi kimi əkilməyə göndərilməlidir və əkilmədən çıxan cavablara əsasən həmin o mənşəli qidaları yeməməli. Yesə yenidən yaranacaq. Dəyərli izləyəcəyimiz, qeyd etmək istəyirəm ki, canlı efirimizə Goranboydan bir zəngimiz var. İnşallah biz 4 aprel Goranboyda olacağıq. Əfsanə xanım eşitdik. Hər vaxtınız xeyir olsun Əfsanə xanım. Salam xanım, gün olsun xeyir. Salam, hər vaxtınız xeyir. Buyurun. Xanım, bizim sualımız doktorumuzadır, hörmətli doktorumuzadır. Deməli, anamın 62 yaşı var. Böyrəyində, iki böyrəyində də genişlənmə qeyd alınıb. Amma belə analiz verincə, analizdə heç bir problem çıxmayıb. Yəni, bu nədən ola bilər doktordan məsləhət istəyərdik? Şəkərli diabet, təzyiq var? Xeyr, təzyiq bəli, təzyiq var. Yəni, tez-tez təzyiq qalxır, amma diabet yoxdur, xeyr. Genişlənmənin ölçüsü nə qədərdir? Valla genişlənmənin ölçüsü, yəni belə, ancaq da həkim deyir ki, yəni ümumi genişlənmə var, amma ölçünü qeydə alınmır. Xətiyə də sualınız var. Əfsanə xanım, izləməkdə qalan həkimimiz cavablandıracaq. Bövrəyin pieloktaziya deyirlər buna. Pielosləyin ektazi genişlənmədir. Məsələn, bronxektaziya da olur. Bəli, bronxun genişlənməsi. Ümumiyyətlə, bu yaşdan sonra davam. Mən niyə, bax, keçən dəfə sual verdiniz bir neçə aylar əvvəl, amma daha vermirsiniz o sual ki, niyə mən hər xəstədən təzyiq şəkər soruşuram? Bəli, bövrək kasa ləyən sisteminin genişlənməsinə gətirən səbəblərdən biri də təzyiqin olmasıdır və təzyiqə qarşı istifadə olunan dərmanlardır. Nə qədər o insanlar həyatda təzyiqdən, şəkərdən əziyyət çəkirlər, nə qədər ki, digər orqanlar üçün kimyəvi dərmanlar qəbul edirsə, xolesterin əleyhinə, laxtalanma əleyhinə, müxtəlif kimyəvi maddələrdən ibarət dərmanlar qəbul edirlər, o genişlənmə olacaq. Sadəcə onu qorumaq lazım. Genişlənmə nədən arta bilər? Bax, bu xanım bir dəfə 3-4 gün temperatur olsun, qrip virusu tutsun, sadə və ya COVID-19 virusu tutsun, o genişlənmə artacaq. Və genişlənmə artandan sonra artıq sizdə zülal da görsənəcək, qan da görsənə bilər və ağrıları da ola bilər. Ona görə məsləhətim odur ki, ümumiyyətlə genişlənmə olan xəstələrə bol maye içmək məsləhət deyil. Daha da genişlənmə arta bilər. Çəkisinə uyğun. Məsələn, tutaq ki, o insanın deyək ki, 70 kilo çəkisi var. 2 litr 100 milli su lazımdırsa, bu sudan bir 500 milli çıxır və litr yarım, 1 litr 600 milliyə qədər maye qəbul eləmək, hədsiz qidalardan, soğan, sarımsaq, belə şeylərdən istifadə eləmək məsləhət deyil, pomidoru, tomatlı şeylər istifadə etmək məsləhət deyil və bu belə də davam eləyəcək o. Bəli. Çünki indən sonra da, hətta nəyin ki o, müəyyən yaşdan sonra, 19, 20, 22 yaşından sonra, hətta 18 yaşından sonra o genişlənməni
geri qaytarmaq çətin məsələdir. Olmur. Mən istəyəcəm dəyərli bizim Əfsanə xanım izləyicimiz, Goranboydan izləyən izləyicimizə qeyd edirəm ki, Goranboyda biz inşallah 4 aprel tarixində səhər saatlarından saat 11-12-yə qədər MedLife klinikasında olacaq. Eyni zamanda Əfsanə xanıma da qeyd eləmək istəyirəm ki, 055 536 33 23 əlaqə saxlayın və qeydiyyatdan keçin. Biz Goranboyda olanda ananızla götürün, gəlin qəbullar. Çünki orada bizim bütün avadanlıqlarımız var ki, dəqiq diaqnostika üçün doktorumuz nə lazımdır özü şəxsən təşkil eləyəcək və mütləq qeyd edim 012 şəhər telefonlarından 404 84 73 nömrəmizə, yəni proqramın qaynar xəttinə canlı efirimiz zəngimiz var. Zərgələm xanım Bakıdan bizi izləyir. Hər vaxtınız xeyir olsun Zərgələm xanım. Çox sağ olun sizlə belə. Xoş eşitdik. Necəsiz? Buyurun. Çox sağ olun. Allah köməyiniz olsun. Hacı, nədir probleminiz? İndicə oğlum demişdi, ona dedim. Mən qızım gecələr gündüz heç bir o qədər getmirəm. Nə də çox su da içmirəm. Ən çox su içəndə su yoxdayım. Bütün mayelər heç gün ərzində 1 litr içmirəm. Amma gecələr 5 dəfə, 6 dəfə mən ayaq yoluna gedirəm. Neçə yaşınız var Zərgələm xanım? Özü 70. 100 yaşlı. Nə sual var? Şəkər təzyiq problemi? Şəkəriniz, təzyiqiniz var? Mənim? Yoxdur. Təzyiq hərdən olur, daima yoxdur, amma hərdən olur. Maşallah. Amma şəkər yoxdur şükür. Əla. Dinləmədə qalın, həkimimiz cavablandıracaq. Buyurun. Bu sual çox verilir mənə. Bax, bir dənə bir şey deyim ki, dayından sonra bu sualı verməz. Çünki bizim sahəyə aid olan bir şey deyil bu. Birinci növbədə sallanma problemi olarlar. Uşaqlıq sallanması siliksə. İkinci növbədə də gün ərzində bu insan ayaq üstə olur. Ayaq üstə olanda yük hara düşür? Bu çanağa. Və sanki bir sıxılma əmələ gəlir və siliyə getmə ifrazı zəifləyir. Yəni normal, yəni başa sala bilirəmsə də nə xoş mənə ki, mən deyim ki, yəni o hansı formada yaranır. Uzun müddət ayaq üstə durursan, yük düşür bu çanağa və sidiyin miqdarı o dərəcədə çox deyil. Və orada başlayır, əgər sən maye qəbul edirsənsə, sidiyin miqdarı artmağa və qalıq sidik qalır. Bu sallanma olan sidik kisəsi üçün yaxşı bir şey deyil. Biraz da ağırlaşdırır. İkinci növbədə də bu insan uzanır. Uzananda görürsünüz, biz ayaq üstə yatmırıq ki. O elə insanlar ayaq üstə yatsalar yenə siliyə getməyəcəklər. Uzananda bütün boşalır bədən, bu çanaqda yəni yük düşmür ora. Və bu insanlara sanki gün ərzində 3 litr, 4 litr sidik su içmiş kimi siqnal gəlir ki, bu dəqiqə siliyə getməlisən, saxlaya bilmərsən. Elə insanlar məsləhət görən bir uroginekoloqlarla bir məsləhət alsınlar, bir konsultasiya eləsinlər ki, o sallanma problemi hətta 1-2 milli də olsa belə varsa, bax bu problemlər çıxar. Dəyərli Zərgələm xanım, düşünürəm sualınız tamamilə cavablandırıldı. Hər hansı bir əlavə sualınız varsa və yaxud da uroginekoloqun əlaqə nömrəsini istəyirsinizsə, doktorumuzla əlaqə saxlaya bilərsiniz. 050 055 536 33 23 sizlərə göstərilən əlaqə nömrəmizdir. Rahatlıqla xidmət göstərə bilərik biz sizə. Siz yetər ki, bizlə əlaqə saxlayın və müraciətlərinizi eləyin. İzləyici suallarımızı istəyirəm qeyd edeyim. Çünki canlı efirə bizim danışdığımız əsnada suallar verən izləyicilərimiz də var. Sosial şəbəkədən gələn suallar da var. Bir izləyicimiz qeyd edir ki, sidikdə protein 3+-dur. Kreatin 2,2-dir, eritrositlər 13-dür. Bu göstəricilər hansı problemi işarət edir? Françigölə saçmazdır. Vəssalam. Təzyiqim, soruşuram digər suallarda. Zəngimizi qoşaraq biraz sonra mən bir dənə suallarımı səsləndirim. Təzyiqim son 2-3 gün ərzində 150-nin 90-ı olur. Əsasən son analizlərdə kreatin 1,6 çıxdı. Göstəricilərdən qorxmalıyam soruşur. Niyə qorxursan? Məsuliyyətli yanaşmaq lazımdır. Hə, vaxtında getdi. 150-90 təzyiqi bu böyrəkdə kreatin yüksəkdir. Onunla fonunda da qalxa bilər və ya bunda əvvəl təzyiq olub, artıq o qədər fikir vermir, müəyyən dərmanlarla yendirməyə çalışır. Həm dərman, həm təzyiq böyrəyə narahat eləyib artıq. Ola bilsin ki, bir dənə də belə bir variant var ki, o təzyiq stabilləşdirəndən sonra artıq kreatin də normaya düşə bilər. Çünki orada başqa bir dəyərlərə, böyrəyin damar divarına baxmaq lazım, daralma varmı, yoxmu, iltihab varmı böyrəkdə, hansı başqa bir problem olar. Yəni, qorxmaq yox, vaxtında müraciət eləmək, dəyərli izləyicilər, ümumiyyətlə profilaktik çığırtlardan mütləq keçməli. Çünki doktorumuz da təsdiqləyər ki, böyrəklər lal orqandır. Yəni ən sonda ağrını bildirir. Ona görə dəyərli izləyicilər, mütləq hər birimiz ildə bir dəfə check-up müayinələrdən profilaktik, yəni problemimiz yoxdursa belə hər birimiz ildə bir dəfə check-uplardan keçməli. Ümumi sidikə analizi, ultrasəs müayinə və doktorumuz nə tövsiyə edirsə o analizlərdən keçməli. Əlaqə nömrəmizdə 050 055 536 33 23-dür dəyərli izləyicimiz. Deməli 24 saatlıq sidikdə protein ifrazatı 1,2 çıxdı. 1,2 qramdır deyir izləyicimiz. Həkimim bunun təhlükəli olduğunu deyir, amma çoxlu dərmanlar yazıb mənə. Mən nə etməli olduğumu bilmirəm, özümü normal hiss edirəm. Bayaq belə bir suala cavab verdi. Həkim deyib, protein ifrazatı 1,2. Müalicə yazıb da, eləməklə. Əlbəttə ki, niyə sutqalı sidikdə? Deyir, özümü normal hiss edirəm. Ola bilər, azda hələ miqdarı. Müalicəni eləmə, qalxsın 5-ə 6-ya, gör üzün gözün şişir ya yox, təzyiq 200 olur ya yox. Əlbəttə ki, sidikdə zülal çıxmamalıdır.
Hələ onun sidik ümumi analizinə də bir baxmaq lazım ki, ilk, yəni bir dəfəlik verən sidikdə, gündəlik iç səs, iç sidikdə nə qədər ola bilər, onda da var zuval və müalicədə yazılıb verilməlidir. Dəyərli izləyicilərimiz, istənilən halda qorxmayın, çəkinməyin, rahatlıqla müraciət edin, çünki vaxt işdən keçəndə də artıq qorxunun da faydası olmur. Erkən diaqnostika həyat qurtarır. Bu sloqandır, bu devizdir, bütün mövzularda bu cürdür. Tovuzdan Səyyad bəy bizi xəttə gözləyir. Hər vaxtınız xeyir olsun Səyyad bəy. Televizorun səsini alın, bizi telefondan eşidin, çox xahiş edirik. Necəsiniz? Bayramınız mübarək, buyurun. Beləsiniz, bayramlarınız mübarək olsun. Həkimin də bayram mübarək olsun. Təşəkkür edirəm, sizlə bayramlar keçirəsiniz. Təşəkkür edirik, buyurun. Ay ana, mənim böyrəklərim ağrıyır, ikisi də. Birində üç deyirlər, nə deyirlər, bax, elə daş var. Birində deyirəm, bax, xırdadır. Bir də nazik sidik, amma çox nazik deyirəm. Yaş neçədir, yaş? Nisbətən qan var özdə. Bir aydan çoxdur istədiyində qan görkür. Yaş neçədir, yaş? Yaş 73-74 bax belə. 100 yaş. Yoxdur. Sualınız var Səyyad bəy? Aydındır, dinləyin, mən cavablandırım. İzləmədə qalan Səyyad bəy, sualınız cavablandırılacaq, buyurun. Ümumiyyətlə, o yaşlı insanlarda sidiyə çətin getmir, birinci prostatla şübhələnmək lazımdır. Sonra sidik isə divarına baxmaq lazımdır ki, uzun müddət yəqin var. Amma qaldı ki, sidikdə qan, o 3 bilmədim, santimetr deyil, millimetr deyil. Sidiyin analizində yazılır, dəyişilmiş, eritrosit deməkdir, qan kütləsi, qırmızı qan kütləsi. Dəyişilmiş, dəyişilməmiş. Əgər o böyrəkdəki daşdan yaranıbsa, qan, bu dəyişilmiş eritrosit olacaq. Yox, prostat mənşəli, sidik isə divar mənşəli problemlər olanda, bəli, qan olur sidikdə. Onu gözlə görmürsən. Mikroskop altında 10 min dəfələrlə böyüdülər, görürsən. Bunda dəyişilməmiş olur. Niyə çıxan kimi düşür sidik axarına və kanala düşür və çıxır çölə. Amma böyrəkdən daş olanda, züval problemi olanda, hər hansı bir xırda bəzən xırda kristal da verə bilir onu. Düşəndə, orada qanaxma verəndə artıq sidik yoluna, sidik axarı, sidik kisəsinə gəlir, sidik kanalını keçəndə qan forması dəyişir. Bu yazılar dəyişilmiş eritrosit. Onu yəni yoxlamaq lazımdır, müayinə etmək lazımdır. Tovuza yaxın haradır? Gəncə var. Mən ayın 4-ü Gəncədə olacam saat 11-dən. 11-dən axşama qədər. Gələ bilər Vest klinikasına. Dəyərli Səyyad bəy və onun timsalında Gəncə şəhərinin Gəncəbasar ərazisindən biz izləyən izləyicilərimiz 4 aprel tarixində saat 11-dən axşam sonuncu pasiyentə qədər Gəncədə yerləşən Vest klinikasında qəbullarımız olacaq. Rahatlıqla 050-055 536 33 23 nömrəsinə əlaqə saxlayın və Gəncədəki qəbullarla bağlı o nömrəyə əlaqə saxlayıb qeydiyyatdan keçsəniz bəs eləyir dəyərli izləyicilər. 27 yaşım var, sağ böyrəyimdə 6 mm daş aşkarlanıb, yaşımı nəzərə alaraq nə edə bilərəm, nə qədər ciddi fəsad ola bilər, Rəşid doktor soruşur. Daş hardadır böyrək? Böyrəkdə parexema olar, yuxarı kəsəd olar, orta kəsəd olar, aşağı hardadır? Bir ikindəki 6 milli sidik analizi lazımdır. Əgər aşağı kəsədadsa, onun düşməyini fikirləşmə. Gərək biz onda baş aşağı gedək. Əgər orta, yuxarı kəsədadsa, sidik analizində iltihaba baxmaq lazımdır. Varsa iltihab müalicəsindən sonra bol maye və digər müalicələrlə müəyyən zaman kəsiyində, tez bir zamanda alınacaq bir şey. Çünki xırdat işdir. Amma doktorumuz onu eləyir. Mən bilirsiniz nə? Yekə daşı mən bənzədirəm maşının avtomobilin qapısını yerinə bağlamağa. Xırda daşı bənzədirəm mühərrik, motor yığmaq, mühərrik. O qədər xırdat işdir ki o, günlər çəkir. Amma qapını bağlamaq 15-20 dəqiqədir. Yəni bu xırdat iş uzun vaxt aparır. Ay, sağ ol. Ona görə səbirli, təmkinli olun, çünki istənilən halda həqiqətən də öz canımız üçün hər şey... Bütün xəstəliklərdə səbirli olmasan, qalib gələ bilməzsən. Amma yenə də həkimin sözündə qulaq asmalısınız, dəyərli izləyicilər. Vaxtında, zamanında erkən müdaxilə eləməlisiniz. Bir sualımı istəyirəm, səsləndirim. İzləyicimiz soruşur ki, qanda analiz verdim, qanda kaliumum 5,8 çıxdı, kreatinim 2-dir. Nə qədər ciddi göstəricidir, Rəşid doktor? Xroniki böyrək çatışmazlığı və hiperkalemiya var. Əlbəttə ki, ciddidir. Nə qədər ciddi, ümumiyyətlə ciddi bir şeydir. Həyatı təhlükəli bir şey ola bilər. O kalium 7-yə qalxanda tənginəfəslik başlayacaq. Mətləb bəy bizə zəng eləyib, Kürdəmirdən səhvimizə bizdən Ağsudan üzürlü sayın, bayaqki izləyicimiz Kürdəmirdən də onun sualını yazdım. Mətləb bəy salamlayaq, hər vaxtınız xeyir olsun Mətləb bəy. Salam aleyküm xanım. Xoş eşitdik, buyurun sualınızı. Doktor, salam aleyküm doktor. Əleyhissalam. Doktorların böyrəyində vurulmuş 38 kista var. 38? Nə qədər? 41 vurulmuş 38 milli. 4 sant, sonra? Onun necə müalicəsi varmı doktor onun? Aydındır, təşəkkür edirəm. İzləmədə qalın, Mətləb bəy sualınızı cavablandıracaq. 41 vurulsun 38. Heç vaxt kista suallarını sevməmişəm. Amma deyir, çoxdur izləyicilərimizdən kista sualları. Kütləvi bir cavablandırsaq? Kütləvi odur ki, böyrək kistalarından istəyir bir dənə olmur, istəyir 5 dənə, 10 dənə hər iki böyrəkdə olsun. Müalicəsi yoxdur.
Kistanın müalicəsi yoxdur. Kista, Avropa deyir ki, kista 65 millidən yuxarı olanda əməliyyat olunmalıdır. Amma bir dənə bir şey deyir orada. Əgər o kista, adam var, mən adam tanıyıram, bizim xəstəmizdir. 77 mil, 8 santi kistadır, heç bir şikayəti vermir. Nə böyrəyə problem yaratmır, büzüşdürmür. Sanki bir ultrasəs müayinəsini qoyub baxanda güzel bir şard elə bil orada. Əgər kista o vaxt təcili götürülür ki, müalicə olunmur əməliyyatla, o yüksək təzyiq verir. O böyrəyi artıq geri dönməz prosesi aparır, çıxardır, büzüşdürə bilir, sidikdə problem yarada bilir. Onda təzyiq, amma belə 40 milli 4 santi kista təzyiq vermirsə, yəni yüksək təzyiq 150, 160, ondan yuxarı vermirsə, sidiyində bir dəyişkənlik vermirsə və əsas da böyrək kasa ləyən sistemini, parenximasını zədələmirsə, artmırsa, ona əl vurmağa dəyməz. Dəyərli Mətləb bəy, düşünürəm sualınız cavablandırıldı. Hər hansı bir əlavə sualınız varsa 050-055, 536, 33, 20. Çünki kistanın yaranma səbəbi bilinmir. Bilinmir, əlbəttə. Ona görə də müalicəsi. Bayaq siz daşı qeyd elədiniz də, hamımız anlayacaq, izah elədiniz. Kistanı da izah eləmiş oldunuz. Dəyərli redaktorumuz kista ilə bağlı sualların hər birini birbaşa doktorumuz əlaqə saxlasalar daha yaxşıdır. Çünki doktorumuz da özdə deyir ki, yəni bunun müalicəsi yoxdur. Kistanın, böyrək kistasının müalicəsi yoxdur. Deməli, sual verirəm izləyicimizlərin sualını. Uzun müddətdir ki, təzyiqim səhərlər 140-ın 90-a, axşamlar isə təxmini 110-un 70-i olur. Həkimlər böyrək damarlarının daralmasındandır deyirlər. Bəs Rəşid doktor bu diaqnoza nə deyə bilər, soruşur. Yox, 140-ın neçəyə, 70-ə? Səhərlər 140-ın 90 olur, axşamlar isə 110-un 70-ə. Burada böyrək təzyiq yoxdur. Doktor, ümumiyyətlə, böyrək daralmasından ola bilər? 140-ın, birinci olan xəstələrin yaşını bilmir. Bir təzyiqə görə mən buradan diaqnoz qoyamaram. Bir siryanaziyyə şey deyənmərəm. Ümumiyyətlə, doktor, telefona nə diaqnoz qoyulacaq? Böyrək təzyiqinin fərqi var, 30-40. 140-70 heç vaxt böyrək təzyiq. Amma böyrəkdə olan problem daş. O təzyiqi qaldıra bilər. Amma bunun böyrəyində heç nə yoxsa, sırf təzyiqlə bağlı soruşursa, yəni o təzyiqin heç biri böyrəyin damar daralmasını şübhələndirmir. Amma yenə də xəstənin yaşı nəzərə alınmalıdır, bədəndə olan lipid, xolesterin sistemi, triqliserid sisteminə baxılmalı, laxtalanmaya baxılmalıdır. Elə bir şikayəti varsa. Yoxdursa orada nevroloji problem var. Baxın, xəttə kifayət qədər izləyəcəyimiz var, sosial şəbəkədə kifayət qədər suallarımız var. Mən hal-hazırda belə kütləvi olaraq cavablandırıram ki, dəyərli izləyəcəyimiz, hardan bizi izləməyinizdən, hardan bizə yazmağınızdan asılı olaraq hər birinizə bunu qeyd eləmək istəyirəm ki, telefonla müəyyən məhdud informasiyalarla ən peşəkar, dünyaca ən məşhur həkimlər belə yalnız müəyyən istiqamət verə bilər. Yəni, dəqiq diaqnostika istənilən halda o analizlərin, rəqəmlərin nəticələri və ən əsası topladığınız o anamnezlərin nəticəsində olurdu. Yəni, doktorun işi çox mükəmməldir və ən qısa zamanda siz effektivliyini görəcəksiniz. Bundan əmin ola bilərsiniz ki, inşallah böyrək çatışmazlığına gəlib çıxmaz problemlər. Zənglərimiz deyir ki, redaktorumuz kifayət qədər böyrək çatışmazlığına bağlı suallar var, amma böyrək çatışmazlığını da müəyyən həddə müraciət eləsələr, onun da bir geri dönüşü. Bir-iki dənəsi sualı olarsa cavablandırın və ümumi deyim ki... Böyrək çatışmazlığının geri dönüşü var, doktor? Xeyr, geri dönüşü yoxdur. Qanda kreatinin səviyyəsini eşidib bilsinlər, sağlam yer üzündə dərman yoxdur. Kreatin niyə düşür? Bir, sən normal qidalanırsan, təhriz eləyirsən, ət və ət məhsullarını müəyyən şey uzaq durursan, quru qızartma yeməklərdə maye qəbulu normal etsən, bu qida. İkinci növbədə müalicə alırsan və ondan sonra yenə də 50-50-yə kreatin düşməz. Çünki hər insan dərmanı eyni cür reaksiya verə bilmir. Adam var. Və məsələn, bizim yanımıza Oğuzdan gələn var, Şəkidən gələn var, Gəncə Basarcası gələn var. Eyni yaşdadırlar, demək olar ki, eyni şəraitdə yaşayırlar. Eyni müalicə sistemi tətbiq olunur, eyni diyeta pəri sistemi. Birində kreatini qaldırır, birində kəskin yendirir. Heç inanmadığın dərəcədə yendirir. Bu insanın asılı olan bir şeydir. Qanda kreatinin təzyiq şəkər kimi bir şeydir. Ömrü səndən dostdur. Biz sadəcə nəyə kömək edirik? Xəstə nə qədər bacarıq gec dializə düşsün, əlimizdəki vasitələrlə. Bu da bunun yolu. Xəttə kifayət qədər suallarımız gəlir. Aydın da 10 zəngi də qoşacağım. Zənglərdən dərman preparatı istəyən izləyəcəyimiz də var. Dərman preparatı ümumiyyətlə televiziyadan, hər hansı bir sosial şəbəkədən, görmədən, bilmədən dərman adı çəkmək bu bir cinayətdir, dəyərli izləyəcəyimiz. Hətta siz təkid eləsəz də belə, mən demirəm axı. Bilirəm, əlbəttə, mən sizin peşəkarlığınıza illərdir belədən. Əlavə təsiri var. Əlbəttə, adi yüngül bir dərmanla təsir edir. Sağ olun, doktorumuz heç deməz, amma deməkdən də əlavə, ümumiyyətlə təyinatsız dərman qəbul etmək bu ayrı bir cinayətdir və pasiyenti görmədən də dərman preparatını təyin eləmək bu heç bir tibbin, heç bir qolunda yoxdur axı. Masaldan da bir zəngimiz var. Kim? Hacı Ağa bəy. Hər vaxtınız xeyir olsun Hacı Ağa bəy. Salam, hər vaxt. Əleyküm salam, xoş eşitdik. Bayramınız mübarək. Sizlə baxan. Buyurun. Salamlayıram hamınızı. Əleyküm salam. Mənim sualım Rəşid Həkimədir. Çoxdan istəyirəm o həkimi. Biz hamımız çox istəyirik. Deməli, mənim
Siriyə gedəndə biraz gedişmə var. Oturanda biraz gedişmə var. İkinci sualım da odur. Köpük yaranıb, köpük. Neçə yaşınız var? 67. Təzyiq, şəkər probleminiz var? Heç nə yoxdur. İyi gəlirdi silikdən. Bu yaxında rayon həkimləri onu aradan götürdü. Getdim, analiz verdim. Dərman yazdı, qəbul elədim, getdi. Qalıb indi köpük. Sualınız var mı? Bir də o sidiyə gedəndə biraz nəticəli gedişmə var. 5 saniyə, 3 saniyə, sonradan gəldi. Mən Hacı Ağa bəy, siz elə xəttəykən mən sizə bir elan çatdırım. 13 apreldə biz Lənkəranda olacağıq. Masaldan Lənkəranda yarım saatlıq yoldur. Zəng elədim, mənə başa saldılar. Onu da zəng eləyəcəm, qəbulda olacaq. İnşallah, inşallah. İzləmədə qalın, həkimimiz cavablandıracaq. O silikdə köpük, adətən biz eşitmişik ki, zülal olanda, iltihab hədsi çox olanda, yanaşı zülal çıxardır. Bəzən xəstə siliyə gedir, hədsiz dərəcədə çöküntü yaranır dibindən. O çöküntü fonunda köpük də ola bilər. Onu da bəzən səhv salırlar zülalla. Bunlarla əlaqəli. Qaldı ki, siliyə gedib 5-6 saniyə sonra getmək, bu yaşlı adamlarda yenə deyirəm, prostat problemi, silik isə divar qalınlığı problemi fonunda yarana bilər. Və bu da hərəkət istəyir, maye qəbul istəyir və uzun müddət müalicə özünə baxış istəyir. Dəyərli Hacı Ağa bəy və Masaldan, Lənkərandan, Lerikdən, Astaradan biz izləyən, Cənubdan biz izləyən, Cənubumuzdan biz izləyən izləyəcəyimiz. Qeyd edirəm ki, 13 aprel tarixində biz Lənkəranda olacağıq. Səhər saatlarına sonuncu pasiyentə qədər bazar günü düşürüz 13 aprel tarixi. Bazar günü sizdə qeyri-iş gününüzdür, məlum məsələ. Rahatlıqla doktorumuzun qəbullarına yazılın. 050 055 536 33 23 tam rahat, tam əmin olaraq etibarlı əmanət eləyə bilərsiniz özünüzü və börəklərinizi. Suallarım çoxdur, doktor. Suallarımı sizə səsləndirim. Qanda paratiroid hormonu normadan çoxdur və kreatinim 2-dir. Nəyinə müəyyənləşir doktor soruşur? Xroniki böbrək çatışmalıdır. Əlavə müayinələr təsdiq olunub, müalicə almalıdır. Böbrəküstü vəzdə problemim var. Böbrəküstü vəzdə problem varsa, hansısa halda börəklərdə zədələnmə ola bilərmi? Onu endokrinoloqdan soruşsunlar da vəznə. Sidikdə xoşa gəlməz qoxunun gəlməsi börək probleminə işarə ola bilərmi? 37 yaşım var. Börək sidik hissəsi problemi. 15 yaşlı qızın sidik analizində ancaq eritrositlərin yüksək çıxması nəyə işarədir? Hansı? Dəyişilmiş, dəyişilməmiş. Yazmayın onu. Dəyişilmiş nə edirəm? Varsa ya börəyində daş var, kristal var, çox sayda, ya da zülalı var. Yox, dəyişilməmişsə qız uşağıdır. Bəli. Yəqin ki, dəyişilməmiş olacaq, sidik hissəsi, sistem problemi. Xanım adlı bir izləyicimiz qeyd edir ki, 55 yaşım var, ultrases müayinəsində börəklərdə tünd ləkələr görünür. Təzyiq xəstəsiyəm, gün aşırı əlimdə və ayağımda şişkinliklər olur. Doktor nə tövsiyə eləyə bilər? O ləkə söhbəti biraz qaranlıq qalır. Yəni börəkdə ləkə olmaz. O nəyinəsə qarışdı və nəsə düzgün yazılır. Yəqin əldə yaxda şiş olubsa, bəli, börək müayinəsi olunmalıdır. Yaşına görə ürək qan dövranı müayinəsi olunmalıdır. Bir də damar divarına baxılmalıdır. Aydındır. Dəyərli izləyicilər, mən bütün suallarını səsləndirməyə çalışıram. Doktorumuz da müəyyən qədər cavab verməyə çalışır, amma yenə də mənim suallarımdan əlavə öz fikriniz varsa, doktorumuzun verdiyi cavablardan əlavə sualınız yaranırsa, 050 055 hər iki mobil operatordan sizə hansı mobil operator daha yaxşıdırsa, daha uyğunsa 536 33 23. Yox, əgər zəng eləmək istəmirsə WhatsApp-a yazın, bizə WhatsApp üzərindən yazın və analizlərinizin kağızlarını göndərin. Rahatlıqla doktorumuz sizə diaqnostik dəyərləndirmələr eləsin və qəbullara qeydiyyatdan keçməyi unutmayın. Deməli, sağ börəkdə hidronefroz diaqnozu qoyulub, börəyi ləğv etmək tövsiyə edilir. Başqa şansın varmı, Rəşid doktor soruşur? Onu yazanda hidronefrozun dərəcəsi var. Əgər birinci, ikinci, üçüncü dərəcədirsə, hətta dördüncü dərəcə olsa belə stent qoyulur. Bir dəfəli ləğv olunmur. Ondan sonra davamlı olaraq təkrarlanarsa börək götürülür. Sağ olun. Yəni birinci mərhələdə börək götürülməməlidir. Bilmirəm axı dərəcə. Bəlkə 4-cü dərəcədə bir ət parçası kimi artıq lazımsız bir şeydir. Qanda dəyərləri qalxa bilər. Ümumiyyətlə istənilən halda qəbullara gəlməniz daha tövsiyə olunur. İlahi adlı bir izləyicimiz soruşur ki, 52 yaşım var, anadan gəlmə börəyimdə kistalarım var, anamda da olub və 50 yaşında börək çatışmazlığından vəfat eləyib. Hal-hazırda kreatin 300-ə yaxındır. Nə edeyim doktor? Polikistoz xəstələri doğulanan biri çox çətin bir şeydir. Onlar müalicə eləmək. Adətən bilirsiniz, onun kreatinlə müalicə yazsan, əksinə elə bir kista qıcıqlanır, daha da qaldırır. Mən sadəcə bir konsultasiya eləyə bilərəm elə xəstəni, amma polikistoz fonunda yaranan börək çatışmazlığına qarantiyası yoxdur. Deyək ki, izləyicimizin biri soruşur ki, 27 yaşım var, xaricdə dedilər ki, bir börəyimi ləğv etsələr, əlamətlər yüngülləşə bilər. Doktor nə tövsiyə edir, nə əlaməti yazıb ki, burada? Yox, ola bilər, ay sağ ol. Yəqin ki, qanda dəyərləri qalxır, o bir börəyi yükə salır. Ona görə. İlkin adlı izləyicimiz deyir ki, 48 yaşım var, 20 il öncə bir börəyimi ləğv etdilər, ondan sonra heç vaxt börəyimdə problem olmayıb, sonuncu analizlərdə kreatin biraz yüksək çıxdı. Digər göstəricilərim normaldır. Rəşid doktor, səbəb nə ola bilər, soruşur. Səbəb ola bilər ki, tək börəyini qorumamısan, vaxtını müayinə elətdirmək. En azından ildə 3 dəfə müayinə elətdirməlidir. Tək börək, hə.
Üstəgəl də kreatin qalxıbsa, artıq o böyrəkdə büzüşməyə doğru gedir. Doktor Ümid, Fəridə xanım Naxçıvandan. Biz Naxçıvanda olacağıq. Aprel ayının sonlarına doğru mütləq bildirəcəm. Fəridə xanım, hər vaxtınız xeyir olsun. Qoşaq. Alo. Bəli, bəli. Salam Fəridə xanım, bayramınız mübarək. Aleyküm salam, aleyküm. Xoş gördük. Xoş eşitdik. Necəsiz? Pis vəziyyətdəyim, doktor. Buyurun, sualınız. Buyurun, eşidirəm. Sualınız nədir? Pis olmayın. Mən böyrəyimdə iltihab var. Olsun Neçə vaxtı elə o dərman çayzad içdim. İndi də həkimdən müalicə almışam, keçmir. Sidiyin rəngi tüpdür, qan rəngdədir. Aha. Sizin əlinizdə son analizlər var? Nəfəri? Son analizlər var əlinizdə? Analiz, təzə getmişim də aparata. Dedi ki, sidikdə iltihab var. Yox, nə vaxt keçmişsiniz? Vaxtı deyin mənə, neçə gün olar? Martda 3 gündür qutarıb, bilmirəm, martda. O ekranda görünən nömrələr var ha? Bəli. O nömrələrin WhatsApp-ını atın, mən verilişdən sonra ona baxaram. Ad familiyanızda qeyd eləyin. Fərdə nömrələrə. 050, yazın. 050 536 33 23. 055 536 33 23. Onlara başa düşdüm, başa düşdüm. Yazın Fəridə xanım, öpürəm. Göndərin WhatsApp-ına. Efirdən sonra mən zəng eləyərəm. Zəng eləməyin, o nömrələrə WhatsApp-ına atın o analizlərinizi. Mən baxıb verilişdən sonra deyəcəm sizə nə lazımdır. Mən özüm indi deməliyəm. Yox, WhatsApp-a yazın. WhatsApp-a yazın dəyərli izləyicimiz, dəyərli Fəridə xanım və mən də qeyd eləmək istəyirəm ki, Fəridə xanımın timsalında Naxçıvandan biz izləyən izləyicilərimizə qeyd edelim ki, biz inşallah aprel ayının sonlarına doğru, yəni təxmini bir 26-27 aprel tarixində Naxçıvanda olacağıq. Odur ki, əgər Naxçıvandan biz izləyirsinizsə, paytaxt Bakıya gələ bilmirsinizsə, bizim sizin yanınıza gələcəyimiz günlərdən yararlanın. Dəyərli Fəridə xanım, bayaqki izləyicilərimiz, hal-hazırdakı xəttdə izləyicimiz var. Ümumiyyətlə canlı efirə qoşulmaq istəyib qoşula bilməyən izləyicilərimiz var ki, bəzi suallar da var ki, efir sezonrasında uyğun olmayan suallar da var. Bütün zənglərinizi, bütün suallarınızı yönləndirirəm hər birini 050 536 33 23, 055 536 33 23 bizim hər iki nömrəmiz sizlərin xidmətinizdədir. Rahatlıqla bizim WhatsApp adresimizə yaza bilərsiniz, suallarınızı ünvanlayıb qəbullardan yararlana bilərsiniz. Böyrəklərin fəaliyyətində təsir edən, lakin həkimlər tərəfindən də bəzən göz ardı edilən hormonal pozuntulardan istəyəcəm. Danışaq. Gəldi zurnanızı. Onu hara çevirirsiniz, gətirib endokrinoloji suallar versə. Bu gün bizə gələn sualları sizə ünvanlayın. Bədəndə olan hormonların hər hansı bir dəyişməyi o demək deyil ki, mütləq böyrəyində təsir edir. Amma baxın, kistlərin əmələ gəlməsində hormonal faktor var. Böyrək daşının əmələ gəlməsində hormonal faktor var. Böyrək çatışmazlığın yaranmasında hormonal faktor var. Məsələn, qısa bir şey deyim və bununla da bağlayaq bu söhbəti. Böyrək üstü vəzir bayaq sual verdi. Dedi ki, problemim var, nə dərəcədə ciddi ola bilər? Adrenalin miqdarı qalxanda damar daralır. Və bu o demək deyil ki, bütün təzyiq qalxırsa, burada yalnız baş ağrım varsa başımın damarları daralır. Bütün kapillərsə, bu böyrəkdə də var bu kapillər. Və daraldır, qan dövranı pozur və bu uzun müddət davam elədikcə, əlbəttə ki, böyrəkdə ciddi və əsasda gördönməz bir çatışmazlıq yaradır. Doktor, ümumiyyətlə, niyə böyrəklər zəiflədikcə ürəklər sıradan çıxır, ürəyimiz sıradan çıxır? Çünki ürək səni qovur qanı, birini ağciyərə qovur, gətirir ağciyərdən təmizləyir. Və sən tərəfə qovan qanı deyir ki, mənim qanımda, mənə gətirdiyin təmiz qanda kreatin olmasın, yüksək kalium olmasın, yüksək natrium olmasın, siyir turşusu çox olmasın. Hər şey stabil olsun, parat qarmon yüksək normal olsun, stabil olsun. Bu stabilliyi vermirsənsə, mən də müəyyən vaxta qədər işləyəcəm. Sonra kaliumu qaldıracaq və tək dəfə ürək çatışmazlığı yaranacaq ki, bu da xəstənin bəzən təəssüfkar həyatı bağışlamasıdır. Bəs hansı hallarda yüksək təzyiq böyrəkləri məhv eləyə bilər? Davamlı yüksək təzyiq, nəzarətsiz qalan yüksək təzyiq və bəli, yəni düşməyən davamlı və belə deyək, ona uyğun istifadə olunan dərmanlar olmayanda, bəli, böyrək fəaliyyətində ciddi dəyişiklik yarana bilər. Dəyərli izləyəcəyimiz, regionlardan bizi izləyən kifayət qədər izləyəcəyimiz var. Əslində bizim dəyərli efir rejissorumuz hamısını qeyd edirdi yazılı olaraq. Mən də şifahi sizləri səsləndirmək istəyirəm sonunda bir daha. Hansı ki, biz inşallah 4 aprel tarixində səhər saatlarına saat 11-12-yə qədər Goranboyda yerləşən Midlife klinikasında olacağıq. Bütün pasientlərimizi ora dəvət edirik və rahatlıqla gəlməyinizi təklif edirik ki, səhər saatlarından 11-12-yə qədər Goranboyda və 4 aprel
tarixində eyni tarixdə saat 11-dən axşam sonuncu pasiyentə qədər Gəncə şəhərində yerləşən Vest klinikasında, 5 aprel tarixində Bərdə rayonu Qarabağ klinikası, 6 aprel tarixində Mingəçevir şəhəri Grand River klinikası və 13 aprel tarixində Lənkəran şəhəri Monument klinikasında, aprel ayındakı Naxçıvan səfərimiz Şəfa Medical klinikası, Şəfa tibb mərkəzindəki qəbulumuz deməli aprel ayının sonlarına doğru olacaq. İnşallah mən sizə növbəti efirlərimizin birində dəqiq tarixi qeyd edəcəm, amma yenə də siz özünüzdə qeyd edin ki 050-055 536 33 23 ölkə üzrə ən tələbatlı nefroloqun, böyrək həkimimizin Rəşid Mahmudovun əlaqə nömrəsidir və bütün suallarınıza şəxsən öz cavab verəcək ki, razılıqla qəbullara yazılın və WhatsApp üzərindən analizlərini, kağızlarını göndərin ki, vaxtında düzgün diaqnostik dəyərləndirmeniz olsun ki, Allah Taala'nın sizə verdiyi bu dəyərsiz, misilsiz, mükəmməl olan böyrəklərinizi sağlamkən qeydinə qalmağı bacara biləsiniz. Doktor, tövsiyənizi istəyəcəm. Sonunda mən bir daha sabahki Ramazan bayramı münasibəti ilə bütün xalqımızı təbrik edirəm, sağlamlıq arzulayıram, duaları qəbul olsun inşallah. İkinci növbədə mən əvvəl verişlərdə deyirdim, sonra demirəm və yenə də demək istəyirəm ki, bu tövsiyə kimi yox, bir xahiş kimi edirəm ki, efirin saatını bir yarımca saatda artırsanız. Ümid edirəm bu hissəyə bizim dəyərli kanal rəhbərliyimiz baxır. Ümid edirəm. Bu qədər insan oturub televizorun qabağında, bu bir dəqiqə bax, neçəsi oturub və sualları qaldı. Düzdürsünüz. Xəttə deyir 23 dənə zəngimiz var hələ. O qədər zəngə cavab vermək üçün ən azı bir yarım saat, o da azdır, amma yenə də bir yarım saat artırsaq, mən xahiş edirəm, daha yaxşı olar. Baş üstə. Üçüncü növbədə də çalışın böyrəklərinizi qoyuran indi əsl vaxtıdır, yəni xəstəliklərin. Bu görürsünüz, eşitmiş olarsınız. İnsanlar var, mən içəridə zəng gəlir. Bir həftədə temperatur düşmür. Düşür, qaldıranda təzyiqi də qaldırır. Və CD analizi verib bütün çirkin içindədir CD, yəni leykositinin miqdarı çox. Bunlara ciddi fikir verin. Və əgər ki, böyrəklərinizlə bağlı bir problem varsa, bizim doktorumuza Rəşid Mahmudova tam etibar eləyərək siz də müraciət edə bilərsiniz. Bugünlük bu qədər, sabaha qədər özünüzdən müğayət olun. Özünüzdən və orqanlarınızın filtrasiya orqanı hesab olunan, bütün orqanizmin filtrasiyası hesab olunan böyrəklərinizdən müğayət olun. Xudahafiz.